Xudiyev Tahir Bərxudaroğlu, özüm Azərbaycan Respublikası Beynəlxalq Əllər Cəmiyyətinin sədriyəm. Onunla əlavə Əllər Dünyasının baş redaktoru. 20 yanvarından deyiləndə bugünkü gün bizim ilk Azərbaycanın şəhidlərimizdir ki, Azərbaycan müstəqil dövlət uğrunda mən bu 20 yanvar ilk şəhidlərimiz oldu. Həmin o günləri mən xatırlayıram. Həmin o gündə mən bundan öncə də sosial şəbəkədə mən yazım və jurnalistlər burada mən intervyu götürmüşdü. Böyük faciə idi, həqiqətən də. Yəni, o günü yadıma salmaq çox mənə ağır gəlir. Burada bizim bütün demək, Azərbaycan xalqımızın bax, həmin o 20 yanvar şəhidləri olmasaydı, mən deyə bilərdim ki, bax, bugünkü müstəqil dövlətin bir bayraq altında ola bilməzdi. Bax, həmin o ilk şəhidlərimiz mən qəbul edirəm şəxsən mən öz-özümdə. Həmin o günlərdə yaşamışıq, həmin o gündən bağlı informasiya qıtlığı idi. Bizim özümüz şəxsən mən Azərbaycandan Moskva şəhərinə gedərək sənədlər, Sovet Rus İmperiyasının vəkillər barədə beynəlxalq təşkilatlara məlumatları yayılmasında böyük köməklik göstərdik və onunla bağlı oradakı Azərbaycanlılar da həmin gün yadıma gəlir ki, Rusiyada yaşayan Azərbaycanlıların mitinqlərin, piketlərin və kütlələr çıxımızı etirazını bildirdilər. O vaxtı yadıma gəlir, mərhum Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan nümayəndəliyinin qarşısında çıxaraq Azərbaycanı səsləyərək, Azərbaycanın etirazını bildirmək üçün və sonra da mən qayıdıb gəldim Azərbaycana, Bakıya. Burada da şəhidlərimizin 40 ilə bağlı hazırlıqlar gedirdi. O dövrdə Sovet Rus İmperiyasının hərbiçilər elə bil 2 nəfər, 3 nəfər çıxanda həbs edilirdi, həbslər olurdu. Və o günlər mən Nizami rayonunda yaşayırdım. Bizim mərhum gözəl gitarçımız vardı, Rəmiş. Fikirləşirdik, neyək? Bu cəmaatın, bu qorxovunu götürmək üçün mən təşkil edim, rəhməti Rəmişlə danışdım, mənim həm yerlim idi. Hətta mən onu apardım, öz evimdən saxladım aylarla və Kinoteatr Sevinçdə konsertini təşkil elədik ki, bu konsert altında insanlara qorxovunu götürək. Bu 40-la bağlı cəmaat necə deyim, bu şəhidləri ziyarətinə gələ bilsin. Zərnişan Turan Azayeva Beynəlxalq Əllər Cəmiyyətinin İdarə Heyətinin üzvü, Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Respublika əməkdar jurnalisti. Mən bura yaxın bir yerdə işləmişəm, uzun illər, 40 il Azərbaycan televiziyasında və bura bir müqəddəs yerimizi bilirik ki, bura qədim Çəmbərəkənd məzarlığıdır. Ürəyimiz ağrıyaraq materiallar proqram hazırlayırdıq və zaman gəldi, tarix elə təkrar olunur ki, gəldi o tarix ki, bizim vaxtı ilə 18-ci il şəhidlərimiz burada yatmışdı. Qafqaz İslam Ordusunun döyüşçülərinin burada bir məzarı var idi, buradaydılar və gəldi həyat 20 yanvar hadisələri, 90-cı il yanvar hadisələri baş verdi və bura yenidən şəhid məzarlığına çevrildi. Həmin o Mironoviç, Sergey Mironoviç Kirovun lənətə gəlmiş heykəli rədd oldular. Azərbaycanlıların qanına batmışdı onların əlləri və onlar ləğv oldu. Bu gün də o müqəddəs yer ki, bizim müqəddəs yerimizdir, gəlirdik, ziyarət edirdik və gəldik yenidən həmin o müqəddəs yeri bir daha bizim üçün müqəddəs yer oldu. Burada bizim azadlığımızın, müstəqilliyimizin carçıları yatır, şəhidləri yatır. Bura müqəddəs bir yerdir bizim üçün. Hər dəqiqəsi, hər addımı, nəysə. Mən bütün şəhidlərimizə qəm-qəm rəhmət deyirəm. Bir daha təkrar olmasın. Bura bizim əbədi ziyarət yerimiz olsun. Amma bir daha tariximizdə bunlar olmasın. Müstəqilliyimiz, torpaqlarımız əbədi azadlığını qaytarsın. Qarabağ əbədiyyən bizim olsun. Əbədiyyən torpaqlarımız da zaten olsun. Qərbi Azərbaycan qoşulsun. Bütöv Azərbaycan olaq. Bütöv. Sağ olun, sizə də minnətdaram.